Salam hər kəsə. Temu bağlamanı götürdüm. Gəlin bir yerdə baxıb görək. Bu səfər nə sifariş etmişəm. Bu köynəyi keçən sifarişdə göstərmişdim. Bir şeyi bəyəndimsə 100 lira sifariş etməliyəm. Belə nəfəs alan bir köynəkdir. İdman üçün əlverişlidir. Bundan bir ikisini yenə sifariş etdim. Amma o birinin materialı biraz fərqli idi. Bu biraz daha nazikdir. Bu bağlamada ən gözəl şeyi sizə göstərirəm və hər kəsə almağı tövsiyə edirəm. Belə idman alətidir, fırlanan diskdir. Bu super bir şeydir. Səhər bundan biraz 5 dəqiqə məşq eləsəz, insan demək olar ki, ayılır. İnsanın sanki bütün bədəni, necə deyim, bütün bədənini hərəkətə gətirir. Super bir şeydir, yəni. Bunu hər kəsə tövsiyə edirəm. Mən bunu endirimlə 10 manata aldım, səhv etmirəmsə. Temu endirim kartı ilə. Bu nədir sizə indi göstərəcəm. Bu super bir şeydir. Daha sonra qızıl renk növbəti qolbaq. Paslanmaz poladdır. Bunlar super keyfiyyətlidir. Bu da başqa bir növüdür. Buna bənzərini almışdım, amma bu daha gözəl görsənir. Amma təəssüf ki, biraz mənə böyük oldu. İndi onu da sizə göstərəcəm. Daha sonra belə bir şampun sifariş etdim. Saçı rəngləyən şampun Ayka'da gördüm, lakin onda başqa bir firma idi. Mən isə bunu aldım. Görək necədir. Təriflədikləri kimi varmı? Bu isə eynəkdir. Mən gözüm zəif eynək taxıram və belə bir çərçivə sifariş etdim. Buna düşünürəm ki, öz şüşəmi taxdıraram. Qəşəng göründü mənə, qeyri-adidir. Üst hissəsi qara, belə. Aşağı hissəsi şəffaf. Gözəldir, mən bəyəndim. Bu şampunu dəhşət təriflədir. Görək necədir. Amma başqa firma idi. Bu da bunun həcmi o qədər də böyük deyil, amma qiyməti 8 manat idi, səhv etmirəmsə. Görək necə bir şeydir. Bir dəfədən yuyulduqdan sonra görəsən tökülür, kraska yoxsa qalır. 2-3 dəfəyə heç olmasa qalar yəqin ki. Hələ istifadə etməmişəm. Bunu istifadə edin, mütləq deyəcəm sizə. Temunun müşteriyalarına baxın, qızıldan fərqlənmir. Sanki 750 probadır. Paslanmaz poladdır və paslanmır da, oradan da hərəki paslanmır. Amma çalışın suya yenə də suya vurmayın, parfüm vurmayın, uzun müddət istifadə edərsiniz. Mən sevirəm Temunun aksesuarlarını. Bu saatı da Temudan almışdım. Onun remenini qısaltmışam. Temuda elə gözəl şey satırlar belə. Əgər saat qolunuza böyükdürsə, onu qısaltmaq olur. Bu gözəl bir şeydir. Məsələn, parkda otun üstündə oturmaq istəyirsiniz. Bunu qəşəng açırsınız və oturursunuz piknikdə. Və yaxud elə piknikdə olmasın. Qış ayında da istifadə etmək olar. Məsələn, skameykalar yaş olanda və yaxud kirli olanda. Bu da super möhtəşəm bir şeydir. Hamıya almağı tövsiyə edirəm.
Gündəlik paltarları yığmağa belə bir təkərli orqanayzer sifariş etdim. Bunu da bəyəndim. Qəşəngdir. Sevdim. Belə bir makyaj sifariş elədim. Ən çox satılan yazılmışdı. Görək də oradan da itirmi? Yaxşı olsa deyəcəm sizə. Belə əlverişli bir pulqabı sifariş etmişəm. Böyük pulqablardan bezənlər və artıq hamı kart istifadə edir. Əsl kartlar üçün uyğundur və kartlarınızı rahatlıqla tapa bilirsiniz. Mağazada 2 saat kart axtarmırsınız. Baxın görün nə gözəldir. Möhtəşəm. Təsəvvür edin, bu sadəcə 2 manat idi. Çox super bir şeydir. 2 saat kart axtarmırsınız. Bunu da alın mütləq. 2 manatdır. Mənim kepka sevdam bitmir. Növbəti kepkanı sifariş etmişəm. Bunun artıq məndə 3-4 rəngi var. O qədər sevdim ki, mütləq 100 dənə sifariş eləməliyəm. Qara rəngi beləsinin yox idi. Gözəldir, nəfəs alır və içərisində xırda parıltılar var. Çox gözəl görünür. Əsl yay kepkası. Belə bir dərs sifariş etmişəm. Bunun şəklini qoyacağım sizə. Üstdə heyvan şəkilləri var. Qəşəngdir amma. Onu da qeyd edim ki, Temunun razmerləri düşünməyin ki, tayda kiçik, elə deyil. S razmeri məsələn L kimidir. Qəşəngdir razmerləri. Tam razmerə uyğundur. Və belə bir gözəl çanta sifariş etmişəm. Çox əlverişli çantadır. Bundan marketə də gedə bilərsiniz. Gəzintiyə də gedə bilərsiniz. Piknikə də gedə bilərsiniz. Belə böyük bir çantadır. Qış aylarında daha gözəl olar. İçi dəhşət böyükdür. Hətta bunu məktəblər, tələbələr də istifadə edə bilər. Məktəbə gedənlər də istifadə edə bilər. Qəşəngdir, mən sevdim. Videom bura qədər izlədinizsə kanalıma abunə olmağı və like etməyi unutmayın. Sağ olun. Hər kəsə gözəl günlər arzu edirəm.